Salam, hər vaxtınız xeyir olsun. Kurikulumdan belə bir testlə qarşınızdayım. İnsanlar dil öyrənmək qabiliyyəti və bioloji dil öyrənmə proqramı ilə doğulur. Fikrini nümunələrlə izah edin. Tapşırıq idrak taksonomiyasının hansı mərhələsinin inkişafına yönəlib? Gəlin baxaq. Xatırlamaq mərhələsi hansı biliklə əlaqəlidir? Təbii ki, faktoloji biliklə. Daha çox əzbərçi biliklərimizdir. Tətbiq etmə mərhələsi nə idi? Hər hansı bir şeyi tətbiq etmək. Yəni, misal üçün burada bildirir ki, fikrini nümunələrlə izah edin. Əgər bildirsəydi ki, nümunələrlə yaz, burada artıq tətbiq etmə mərhələsi olacaqdı. Dəyərləndirmə mərhələsi nə idi? Fikrini əsaslandırmaq, fikrə münasibət bildirmək. Sizcə, yəni sənin fikrincə necə olmalı idi? Bu, dəyərləndirmə mərhələsi olacaq. Təhlil etmə mərhələsi nə olacaq? Təhlil etmə mərhələsində olacaqdır ki, fikrini faktlarla əsaslandır. Müəllif mövqeyi, hər hansı bir araşdırma, detallı, analiz etmə, bu hamısı təhlil etmə mərhələsinə aid olacaqdır. Anlamaq mərhələsini isə indi sizə bildirəcəm. Misal üçün, nəyisə izah eləmək. Nəyisə anladınız və onu izah edirsiniz. Elə buradakı kimi fikrini nümunələrlə izah edin. Demək, sən o bir şeyi anlamısan ki, izah edəcəksən. Və yaxud da ki, indi bildirirəm ki, isim nəyə deyilir? Bu olacaq xatırlamaq mərhələsi. Bildirsəm ki, ismə aid 5 dənə cümlə yaz. Olacaq tətbiq etmə. Bildirsəm ki, isimlə sifət arasında fərqi bildir, müqayisəni bildir, oxşarlıqları bildir. Nümunələr gətir, anlamaq mərhələsi olacaq. Nümunə yaz, tətbiq etmə. Nümunələr gətir, anlamaq mərhələsi olacaq. İzah etmək, anlamaq mərhələsini gətirib çıxaracaq. Ona görə də burada elə variantımız B variantı olacaq.